Esselamu Aleyküm ve Rahmetullah. 2024 yıl 10. ayın 22'sidir bugün. Şuşa şəhərindəyik, Cıdır düzündə. Bildiyiniz kimi, əziz qardaşlar, Şuşa şəhəri yüksək dəniz səviyyəsindən 1300 metre yüksəklikdə yerləşir və gördüyünüz kimi dört bir qırağı qayalardan, yarğanlardan, daşlardan ibarətdir. Yəni Şuşaya giriş-çıxış məsələsi asan deyil. Ermənilər buranı işğal elədikdən sonra elə düşünürlərdi ki, heç bir zaman təbii ki giriş-çıxış yollarını bağladıktan sonra, tədbirlərini gördükdən sonra düşünürlərdi ki, bir daha Azərbaycanın igid əskərləri, igid övladları Şuşanı işğaldan azad edə bilməyəcəklər. Oysa bizim qəhrəmanlarımız, bizim aslanlarımız əllərində yüngülvari silahlarla və ayaqlarıyla, əlləriylə tırmanaraq bu qayalardan, bu daşlardan və bu olduğumuz bölgələrdən, nahiyələrdən giriş edərək Şuşanı işğaldan azad etmişdilər. Allah buranı işğaldan azad etməyə vəsilə olan əllərə dərd verməsin. Və Allah Taala onun uğrunda ölən şəhidlərimizə rəhmət eləsin, yaralılara Allah Taala şəfa versin, qalanlara Allah can sağlığı versin. Buraları gəlib gözümüzlə gördüyümüz zaman nə qədər çətinliklərlə, nə qədər bədəl ödəməklə Şuşanı işğaldan azad etdiklərinin fərqinə varırıq. Təkrar çəkəcəm, baxın, bu qayalıqlardan əskərlərimiz necə dırmana-dırmana çıxıb və Şuşanı ermənilərdən, bu quldurlardan azad ediblər. Baxın, əziz qardaşlar, qayalıqlara baxın və necə çətinliklərlə. Bax, bu gördüyünüz təpə adı deyilənə görə Top təpəsidir. Top təpəsi. Subhanallah. Burada təbii ki Cıdır düzüdür. Bu təpənin üst tərəfi də Cıdır düzüdür. Hansı ki gəlmişdi ora Paşinyan və orada artistlik eləyirdi. Güya rəqs eləyirdi. Elə düşünürdü ki, bu torpaqları Azərbaycanın qəhrəmanları ona buraxacaq. Prezident İlham Əliyevin sözü ilə tamamlamaq istəyirəm. Nə oldu Paşinyan? Burada atılıb düşürdün. Və necə buradan sürüküb getdiniz? Və elhamdülillah haqq eləyən torpaq sahiblər öz torpağına qovuşdu və Allah Azze ve Celle bir daha millətimizə, ümmətimizə belə acılar yaşatmasın və Allah bu huzuru, bu sevinci ümmətimizdən, millətimizdən əsirgəməsin. Hər dəfə subhanallah buraları gəzərkən o qədər insan həyəcanlanır ki, çünki əziz qardaşlar, 30 il buranın yasını tutmuşuq, buranın kədərini çəkmişik. 30 il bu torpaqların işğalda, bu torpaqlar işğalda olduğu üçün rahat nəfəs ala bilməmişik. Bu acıyı yaşamışıq. Xüsusən də Gürcüstanda olan, yəni Azərbaycanlılar da bu məsələdə, bu hüzündə hamısı ortaq idi. Mən onu xatırlayıram ki, bu torpaqlar işğal olunandan sonra bizim kənddə bir yas var idi. İnsanlar toy etməyi, musiqi dinləməyi ləğv etmişdilər. Buradakı vəhşilikləri eşitdikləri zaman. Amma bugün həmd olsun bu kədər sona etdi və bu torpaqlar haqq eləyənə, öz sahiblərinə qayıtdı. Burası da o sizə az öncə dediyim Cıdır düzü. Hansı ki burada bu Paşinyan deyilən atılıb düşürdü. Və onun bu atılıb düşməyi boğazında qaldı. Elhamdülillah bugün vətən övladlarımız, haqq eləyənlər öz torpaqlarına sahib oldu və sakinləri onlardır.